İndi isə söz həbsdə olan siyasi fəallar, hüquq müdafiəçiləri və milli azlıqların nümayəndələri ilə bağlı çıxış üçün Cəmal Bağırzadəyə verilir. Salam, hər vaxtınız xeyir. Çox sağ olun Abid müəllim, çox sağ olun Dilara xanım, çox ətraflı, gözəl analiz edə bu məsələləri bir daha xatırlatdınız və bunların hamısı həqiqətdir. Siyasi dustaqların həbs olunması, onların vətəndaş kimi, vətəndaş cəmiyyətinin üzvlərini, eləcə də ümumiyyətlə siyasətlə məşğul olan şəxslərin həbs olunması bu faktdır. İstənilən halda siyasi dustaqdılar bunlar. Amma məni maraqlandıran ən çox bunların həbs olunma metodlarıdır. Onlara elan olunan ittihamların rəngərəngiliyidir ən çox. Bildiyimiz kimi siyasi dustaq olsun, elə də vətəndaş cəmiyyəti olsun, adicə insan olsun, adicə vətəndaş olsun, həbs olunanda həbs olunmanın mexanizmi olur. İttiham elan eləməyin də müəyyən əsasları olur. Bu şəxsləri ki, biz sadaladıq, onları həbs eləyiblər, onlara qətimkan tədbirləri seçiblər, ittihamlar elan eləyiblər. Maraqlı məsələ budur ki, məsələn, jurnalistləri həbs edərkən, onları qaçaqmalçılıqda həbs edərkən, istintaq orqanları çox qəribə, orijinal, deyərdim, bir metodda istifadə edirlər. Bildiyiniz kimi, qaçaqmalçılıq, yəni pul vahidinin, valyutanın qaçaqmalçılığı ilə əlaqədar hər hansı bir ittiham vermək bir nəfərə çox çətindir. Qaçaqmalçılıq cinayəti adətən bir avazda sərhəddi keçərkən, yəni kömrüyü keçərkən, eləcə də sərhədyanı ərazidə bu cəhd edilərkən şəxs ifşa oluna bilər və buna ittiham elan edilə bilər. Qəribə haldır ki, bu şəxslərə ittiham edərkən bizdə olan məlumata görə həmən qaçaq mal olan valyuta şəhərdə tapılıb və bununla da ittiham irəli sürülür. Bir nəfərə belə bir ittiham irəli sürmək çox çətindir. Bunun üçün nə olar? Bir dəfəli 5 nəfər tuturlar, həbs edirlər, ayrı-ayrılıqda dindirirlər, bir-birlərinin üzünə saxlayırlar. Yalandan deyirlər ki, biri boynuna alıb sənin adını deyib, bu istintaqın taktikasıdır. Belə yolla kütləvi surətdə həbs eləməklə bir-birlərindən vətəndaşlar da istintaqda olmayıblar, müstəntiqlə üzbəüz gəlməyiblər. Bunlar ayrı-ayrılıqda bunları allatmaqla müəyyən ittiham irəli sürürlər. Yəni, elə-belə hallarda qaçaqmalçılıq cinayətini sübut eləmək, əgər sərhəddən qıraqdadsa, çətindir. Eləcə də saxta pul, eləcə də sair formada. Məsələn, Tofiq Yaqubluya verilən ittihama əsasən, o dələduzluq edib və saxta sərhəddən istifadə edib. Dələduzluq cinayətinə əsasən, əgər şəxs pulu ödəyirsə, ziyanı ödəyirsə, o cinayət məsuliyyətindən azad edilir. Amma ona bir köməkçi maddə qoyanda, məsələn, saxta sənəddən istifadə eləmək, artıq həmən maddə düşmür. Yəni, bu halda eləcə də tutaq ki, nüfuz alveri və yaxud vasitəçilik, rüşvətdə vasitəçilik və eyni zamanda dələduzluq, o iki maddələrə görə dələduzluq cinayətində, hətta pul ödənsə belə, bu şəxs həbsdə qalır və o cəzadan azad edilmir. Yəni, istintaq orqanları hər bir halda özlərini strafovka edirlər ki, birdən-birə 2 və 3 maddə verirlər ki, bu adam ümumiyyətlə çıxa bilməsin və bu maddələr də nəticəsində çox 9-10 il iş verirlər. Siyasi dustaq məsələsi, bildiyiniz kimi bizim Azərbaycan dövləti, hakimiyyəti Azərbaycanda siyasi dustaq yoxdur deyə beynəlxalq təşkilatlarda belə bir bəyanatlar verirlər. Və də oradan da Azərbaycan Respublikası cinayət məcəlləsində siyasi əlamətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Ümumiyyətlə, yəni siyasətə görə adam həbs olunmur deyə Azərbaycan hakimiyyəti bəyan edir və bunu təkrarla israr edirlər. Ombudsman da baxdı, deyib ki, bizdə siyasi dustaq yoxdur. Amma şəxs əgər siyasətlə məşğuldursa, vətəndaş cəmiyyətinin üzvüdürsə, vətəndaş hüquqlarına əlaqədar öz söz ifadə azadlığından istifadə edirsə və nəticədə ona ittiham elan edirlərsə, onun hərəkəti ilə təsadüf deyil bu. Bu, necə deyərlər, bu qabacadan düşünülmüş bir hərəkətdir, istintaq orqanlarıdır, hakimiyyət orqanlarıdır. Yəni, bu işlə məşğul olan xidmət orqanları bu şəxsi müxtəlif prosessual qaydada bunlara sübut eləmək üçün
saxta sənədlər düzəldirlər, saxta şahidlər düzəldirlər. Bu ümumiyyətlə polislər, prokurorda bu normal deyəndə acizə bir hal alınıb və uzun müddət həmən şəxsi izləyə ona qarşı saxta sübutlar təqdim elə bunları ittiham elan edirlər. Bu işlər mən deyərdim ki, əgər söhbət istintaqdan gedirsə, ümumiyyətlə bizim istintaq, bu vəkillərin də rolu burada çox olmalıdır. Bizim vəkillər kolleqiyasının vəkilləri, bəli, vəkillər çox əziyyət çəkirlər, işləyirlər, özlərini göstərirlər. Şəxs həbs olunan andan onun yanında vəkil olmur. Vəkil gəlib çıxana kimi ya vəkildən gizlədirlər həmən həbs etdiyi adamı. Müəyyən bir dövrdən sonra onu təsdiq elətdirirlər, onun üzünə kimisə saxlayırlar, izahat alırlar, ifadə alırlar ki, sən belə bir ifadə versəni bıraxacaq. Vəkil gələndən sonra, təbii ki, vəkil gələndən sonra gec olur, şəxs izahat verir, ondan sonra çətin deyiləm. Buna görə də ən çox mən hesab edirəm ki, siyasi əlamətlərə görə siyasətlə məşğul olan şəxslərin həbs olunması zamanı vəkillər kolleqiyasının rolu çox böyük olmalıdır. İndi hökumət vəkillər kolleqiyasıdır. Hər vəkil və siyasi tutaqları müdafiə eləmirlər. Biz eyni vəkilləri görürük. Eyni vəkillər, eyni şəxsləri müdafiə edirlər. Bir-iki nəfər çıxmaqla mən onların müdafiə metodlarından da xoşlamıram. Çünki onların özləri də qorxurlar, çəkinirlər. Onları da hədə qorxub gəlirlər. Onlar da öz funksiyalarını tam yerinə yetirə bilmirlər və özlərə inamlı deyirlər. Bunun üçün də biz vətəndaş cəmiyyəti olaraq, biz parlamenti olaraq, biz istintaqdan deyəndə iki dəfədə bu vəkillər kolleqiyasının vəkillərindən, hərəkətlərindən vəkillər kolleqiyasını deməliyik. Biz deməliyik ki, vəkillər kolleqiyasının hələ heç bir rəhbərliyi, ətrafında olan mənə deyən vəkilləri heç biri siyasi tutaqların işində iştirak eləmirlər. Onlar öz yaxalarına qırağa çəkirlər. Sanki bunlar bir növ bu istintaq orqanlarına haqq qazandırırlar bu hərəkətləriyle. Bildiyimiz kimi istintaq zamanı orada kim olur? Müstəntiq olur, ittiham elan olmuş şəxs olur, vəkil olur. Ondan başqa heç kim olmur. Heç kim də bilmir ki, buna hansı ittiham irəli sürdülər və bunu necə sübut elərlər? Bunun sübut növü yazılı sübutdur, şifahi sübutdur, şahid ifadələridir. Yalnız məhkəmə zamanı məlum olur ki, bu şəxsə büket maddələr veriblər, hansı ki, tutaq ki, vergidən yayınma və yaxud qanunsuz sahibkarlıq. Ölkənin bir 90% vergidən yayınır, 95% də qanunsuz sahibkarlıqla məşğul olurlar. Birdən-birə bunu siyasətlə məşğul olan şəxsə əlavə bir maddə kimi vermək, üstünə də dələduzluq qoymaq, bu büket maddələrlə, bu yollarla həmən həbs olunmuş şəxslər siyasətlə, istər vicdan məhbuslarına, istər siyasi tutaqları sübut eləməklə qondarma bir sənəd hazırlayırlar və bu da əlbəttə ki, məhkəmədən belə hallarda çox vaxtı keçir. Məhkəmələri də çox vaxtı qınamaq olmaz. Nəyə görə? Məhkəmə hazır olar, sənədləri qəbul edir. Bizdə çox nadir hallarda hakim istintaq materiallarına razılaşmır, özü istintaq aparır. Bu çox-çox əvvəllər olub. İndi hakim, məhkəmə kolleqiyası istintaq materiallarını qabağına qoyur, onu bir-bir varaqlaya, axırda deyir, hazır materialdır, mən burada nə edə bilərəm? Yəni, bu məhkəməyə qədər bütün məsələlər həll olunandan sonra çox nadir hallarda məhkəmə özü də bir şey edə bilmir. Əgər tutaq ki, bir siyasi tutağın üzünə iki nəfər durubsa, deyibsə ki, bu hərəkəti eləyib, maddi sübut ortaya gətirirlərsə, məhkəmə də bundan qırağa çıxa bilməz. Məhkəmə heç nə elə bilməz belə halda. Sübut var, əşya dəlil var, şahidlər var və s. Bunu kim eləyib? Bunu istintaq eləyib. Bunun üçün istintaqda biz əgər siyasi tutaqların sayının get-gedə çoxalmasını istəmiriksə, bəli, bilirik, bunu eləyirlər, bunu rejim eləyir, hakim eləyir, bunu xüsusi xidmət orqanları eləyir, bəli, eləyirlər. İndi biz onlarla mübarizə aparmalı gücümüz çatmır hələlik. Biz yalnız şəxs həbs olunandan sonra onu məcbur eləməliyik ki, onun istintaq, onun müdafiə hüququ təmin olunsun birinci gündən. Onun bütün istintaq prosesi gedən zaman biz nəzarətdə saxlamalıyıq, biz vətəndaş cəmiyyəti olaraq. Yəni, bunun istintaqı geçsin. O ki, qaldı, əgər sifarişlə edilirsə bu, artıq biz əlimizdən gələn eləməliyik. Siyasi dustaq məsələsi doğrudan da ölkədə çox böyük ciddi bir vüsət alıb. O da bildiyimiz kimi nədəndir? Ona görə ki, siyasi rejim hətta dövlət quruluşunu da elə bil ki, dəyişib. Artıq bizdə Respublika quruluşu deyilən bir dövlət quruluşu yoxdur. Bu hər sahəyə təsir edir. İstintaqa da təsir edir,
ölkənin iqtisadiyyatına təsir edir, insanların yaşayış tərzinə də, təhsilə də. Buna görə deyirəm, nə qədər ölkədə tam olaraq respublika quruluşu, demokratik quruluş bərpa olunmayıb, bunun istintaqı da demokratik yollarını getməz. Onun necə deyərlər? Bu böyük bir xəstəlikdir. Biz başlamalıyıq bu məsələdən elə bir hərəkət eləməliyik ki, biz bir effekti olsun. Yəni birinci növbədə siyasi əlamətlərə görə insanların həbs olunmasını ictimailəşdirməliyik. Bəli, bu çətindir. Amma ən böyük problem həmən şəxsin istintaq zamanı ona qarşı ittiham olunarkən saxta sübutların təmin edilməməsi üçün vətəndaş əlbir olmalıdır, vətəndaşlar əlbir olmalıdır. Bizim xalq parlamenti kimi biz bunu daim nəzarətdə saxlamalıyıq. Tez-tez bunu müzakirə eləməliyik ki, günahsız insanlar hansı ki əsl vətəndaş kimi cəmiyyətdə gedən proseslərdən narazı qalaraq insanlar üçün nəsə eləmək istəyirlər, öz həyatları barəsində, öz azadlıqları barəsində. Doğrudan da Rüfət Səfərov, Bəxtiyar Hacıyev, Tofiq Yağublu, o jurnalist xanımlar, neçə kanalların əməkdaşları heç nədən sadəcə olaraq xalqa həqiqəti informasiya ötürdükləri üçün, söz ifadə azadlıqları üçün sadəcə heç bir hərəkət etmədən, heç bir dövlət çevrilişinə cəhd etmədən, dövlət çevrilişinin nə olduğunu da bilmədən sadəcə öz jurnalist funksiyasını həyata keçirən zaman bunlar şərhlənib müxtəlif maddələrlə gənc xanımı maddə ittiham elan edib onu istintaqda onun istədiyi ifadəni almaq çətin deyil. Teşekkürler Cemal Bey. Sizin için ayrılmış 10 dakika bitib artıq. Çox sağ olun. Burada riyaset heyətinin üzvü Ataxan Əbilov əlini qaldırıb. Ataxan bəy sizə söz verək. Təşəkkür edirəm, möhtərəm sədr, hörmətli millət vəkilləri. Müdaxiləm üçün üzrlü sayın. Sizdən çox rica edirəm ki, bizim sesiyamız, iclasımız canlı yayımlanır. Bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan auditoriyası üçün əlçatandır. Xahiş edirəm, çıxış edənlər kameralarını açsınlar. Dönə-dönə sizdən xahiş edirəm. Əgər belə qəbahat sayırsınızsa, dediklərimi üzrlü sayın. Təşəkkürlər. Çox sağ olun Ataxan bəy. Mən deyəcəkdim bunu ki, artıq ikinci millət vəkili də çıxış edir və kamerası bağlı olur. Bu da heç də yaxşı görünmür.